evi də tapdım 300 manatlıq. Ev 2 saata Qəbələdəyik. Sabit, Fatimə, hər şeyə baş sala bilərəm. sən mənə nəyə başa salacaqsan, Sabit? Evdən mənə deyirsən ki, gedirəm rayonlara otçan su fideri quraşdırmağa. Mən maraqlanıram ki, rayonların hər birinin özünün filialının işçisi var. Evdən iş adı ilə çıxıb gəlib burada mənə xəyanət edirsən? Hə, xəyanət edirəm. Amma soruş gör niyə xəyanət edirəm. İşdən çıxıram yorğun arğın ki, gedim evdə bir damızı dincəlim. Zəng gəlir. Soğan lazımdır, kartof lazımdır, düyü lazımdır, uşağa pampers lazımdır. Evə gəlib çatıram, deyirsən ki, evin kirayəsinin vaxtıdır, kommunalların vaxtıdır, Wi-Fi-ın pulunu ödəmək lazımdır. Wi-Fi-yə məndən çox sən girsən, mən niyə ödəyirəm təkcə? Amma bu qız elədir, yox. Bir dəfə ağzını açıb məndən heç nə istəmir. Təsəvvürlə iPhone 17 təzə çıxıb, qız ağzını açıb bir kəlmə deməyib ki, mənə telefon lazımdır. Getdim əvvəlcə göyün aldım. Amma sonra gördüm ki, hamı narıncı işlədir. Biləm axı öz ürəyincə dör. Mən getdim ona təzəsini aldım, narıncısını aldım. Maşın 2024-ün maşını sürür. 2 il keçib üstündən maşın köhnəlib. Qız yazıq ağzını açıb bir kəlmə demir ki, mənim maşınım köhnəlib. Ürəyim dözmədi. Özü heç nə demədi. Yenə də mən getdim 2026-ın salafan maşınını aldım ona. Hələ evi demirəm. Yazıq qız tək canına 2 otaqlı evdə qalır. Bir dəfə ağzını açıb demədi ki, Sabit darısı qaldı, ürəyim sıxılır. Amma mən oğlan onu düşündüm, getdim 4 otaqlı ev aldım qıza Ağşəhərdə. Bu da sən. Ay bədbaxt oğlu bədbaxt. Biz 5 nəfərə bir otaqlı kira evdə qalırıq. Sən cəmaata ev alırsan? Soruş gör harda qalır. Bax, naşükür de, naşükür. Bizim qaldığımız yerdə təmiz hava, dağın döşü, qoşumuz belə yoxdur. Qobuda qalırsan, ay naşükür, qobuda qalırsan, bəyənmirsən. Görsən, naşükürdür də. Sən get evə, amma mən nə almaq lazımdır yazma, özüm biləm nə alacaq. Get evə.